İlk sualda görür ki, burada D artiklı var. Deməli, biz üstünlük dərəcəsini seçməliyik. Burada B, C, D variantları gelir və A, Y variantları qalır. Burada isə görür ki, ist var, həmişə most var. Bunların ikisi bir yerdə ola bilməz. Ona görə cavabımız A variantıdır. Daha sonra isə burada görürük ki, nədir? Where işlənib. Where işlənibsə bizə adi dərəcə lazımdır. Ona görə cavabımız A variantıdır. Daha sonra isə burada görürük ki, müqayisə dərəcəsinin göstəricisi var. Ona görə biz B-ni, Y-ni, C-ni atırıq və burada D-də həm more, həm də ki R olmaz. Ona görə bizim doğru cavabımız A variantıdır. Daha sonra isə görürük ki, burada müqayisə dərəcəsinin göstəricisi var. B-ni atırıq, A-nı atırıq, C-ni atırıq, Y-ni atırıq və yerdə qalır nə? D variantı. Daha sonra 5'də deməli görürük ki, yenə burada müqayisə dərəcəsi var və burada B adi dərəcədədir, Y adi dərəcədədir, C üstünlük dərəcəsidir, D də həmçinin qalır burada nə? A. Çünki burada bu nədir? Qaydasız, deməli A sifəti bad, worse və olur nə? Worst. Ona görə bizim doğru cavabımız A variantı olur. Daha sonra isə deməli burada görürük ki, adi dərəcənin göstəricisi var. Əzəz olduqda biz adi dərəcədə olan sifəti götürməliyik. Ona görə də cavabımız C variantıdır. Daha sonra isə burada baxırıq ki, yenə müqayisə dərəcəsi var. Ona görə biz müqayisə olanı seçməliyik. C variantı doğrudur. Burada yenə D-yə baxdıqda isə görürük ki, burada more olsaydı doğru olardı, amma match yalnız işlənə bilməz. Orada mütləq ki, müqayisə dərəcəsinin göstəricisi olmalıdır. Daha sonra burada baxırıq ki, yenə müqayisə dərəcənin göstəricisi var. Deməli, bizim cavabımız B variantı olur. Y-də isə burada more olsaydı doğru olardı. Amma burada match, more və yaxud da ki, R olmadan, müqayisə dərəcəsi olmadan, yəni işlənə bilməz. Daha sonra isə 9'u görürük ki, burada as var. Deməli, nə olmalıdır? Adi dərəcə, o da olur D variantı. Daha sonra isə burada görürük ki, yenə as var. Bu deməkdir ki, biz adi dərəcəni işlətməliyik və olur A variantı doğru cavabımız. Daha sonra isə görürük ki, yenə burada as işlənib. Deməli, bizə nə lazımdır? Adi dərəcə. Ona görə isə bizim cavabımız Y variantı olur. Daha sonra isə yenə görürük ki, burada as var. Bizə adi dərəcə lazımdır. Ona görə doğru cavabımız D variantı olur. Daha sonra isə burada görürük ki, müqayisə dərəcəsinin göstəricisi var. Deməli, burada nə etməliyik? Müqayisə dərəcəsini axtarmalıyıq. D-ni, B-ni, Y-ni atırıq. Burada da həm more, həm R ola bilməz. Ona görə cavabımız A variantıdır. D isə baxdıqda görürük ki, yenə bizdən müqayisə dərəcəsini istəyir. Burada B, A, Y variantları gedir. C-də isə burada tall, tək hecalı olduğu üçün burada more ilə düzəlməz. Çünki more çox hecalara işlənir. Ona görə cavabımız D variantıdır. 15'də isə görürük ki, yenə burada müqayisə dərəcəsi lazımdır. Deməli, B-ni atırıq, D-ni atırıq, C-ni atırıq. Burada da ki, həm more, həm də ki, R olmaz. Ona görə də A variantı doğru cavabımızdır. 16'da isə görürük ki, burada as var. Deməli, adi dərəcə lazımdır. Ona görə cavabımız Y variantıdır. 17'də isə deməli, burada nə işlənib? Zəndi müqayisə dərəcəsidir. Deməli, burada match olmaz. Çünki match müqayisə ilə işlənir. Cheapest üstünlük dərəcəsidir. More'dan da R eyni anda işlənməz. Cheap adi dərəcədədir. Ona görə bizim cavabımız Y variantıdır. Daha sonra isə görürük ki, burada zən var. Deməli, müqayisə lazımdır. A-nı atırıq. Çünki match müqayisə ilə işlənməlidir. Daha sonra D ümumiyyətcə səhvdir. Y-də isə həm more, həm R olmaz. Is isə adi dərəcədədir və qalır nə? C variantı. Daha sonra isə 19'a baxaq. Deməli, burada boy sayılan tək isim olduğu üçün bizə artikel lazımdır. A-da, C-də artikel yoxdur. B-də isə burada most üstünlükdürsə burada D artikel işlənməlidir. B-də çıxır. D doğru cavabımızdır. Y-də isə baxırıq ki, the best sayılan şəklində olmaz. Ya the best olmalıdır. Çünki bunun özü elə sifətdir. Ya da ki, nə olmalıdır? Burada silentdan the most silent olmalıdır. Yəni, iki dənə sifət burada belə yanaşı işlənmir. Yəni, burada silent üstünlük dərəcəsində etməyimiz üçün burada most işlənməlidir ya da ki, the best ayrıca işlənməlidir. Ona görə bizim doğru cavabımız D variantıdır. Daha sonra isə 20'yə baxırıq ki, yenə burada müqayisə işlənib. Deməli, most olmaz, low adi dərəcədir. Burada həm more, həm R olmaz. Burada match
belə tək işlənə bilməz. Ondan sonra müqayisə olmalıdır. Lower şəklində olmalıdır. Qalır D variantı. Daha sonra isə 21-ə baxırıq ki, burada nə var? Zəm müqayisə olmalıdır. Deməli, A-da bu üstünlük dərəcəsidir. Match bu şəkildə olmaz. Burada R olmalıydı, sanir. Daha sonra Y deməli üstünlük göstərir. Sanni adi dərəcədədir. Qalır nə? C variantı. Daha sonra isə 22-yə baxırıq. Burada görürük ki, nə var? Zəm var. Deməli, bizə müqayisə lazımdır. Burada görürük ki, sweet adi dərəcədə çıxır. Burada A-da həm more, həm R olmaz gedir. Most üstünlüyü göstərir. İsti, yəni burada üstünlüyü göstərir. Qalır nə? D variantı. 23-də isə baxırıq ki, yenə burada müqayisə dərəcəsi işlənib. Müqayisə dərəcəsi isə deməli B adi dərəcədə çıxır. Burada bu üstünlüyü göstərir. Match olmaz. Burada match müqayisə ilə işlənməlidir. Burada Y-də isə görürük ki, more-dan R yanaşı olmaz. Qalır burada C variantı. 24-də isə ilə baxırıq ki, burada müqayisə dərəcəsi var. A-da görürük ki, burada most nədir? Üstünlüyü göstərir. Burada more cold olmaz. Çünki cold təkcəlidir. Burada R olmalıdır. More atırıq. Cold adi dərəcədədir. Cold üstünlüyü göstərir. Qalır Y variantı. Daha sonra 25-ə baxırıq ki, burada zəm müqayisə dərəcəsini göstərir. Deməli, ist burada üstünlükdür. Hot adi dərəcədir. Bu hot təkcəli olduğu üçün most olmaz. Burada isə həm more, həm R olmaz. Qalır nə? A variantı. 26-da isə baxırıq ki, burada yenə bizdə müqayisə dərəcəsi istəyir. Most üstünlüyü göstərir. Həm more, həm R olmaz gedir. Burada happy adi dərəcədir. Ist isə nədir? Üstünlükdür. Qalır Y variantı. 27-də deməli, burada müqayisə dərəcəsidir. Burada görürük ki, yəni bad adi dərəcədə çıxır. Daha sonra isə deməli, burada more worse olmaz. Çünki bunun elə özü müqayisədədir. Deməli, burada bad'in necə olur? Bad, worse. Bir də ki, worst. Bizə nə lazımdır? Burada müqayisəsi olur worse. Burada deməli, worse-da atırıq, worse-da atırıq. Qalır nə? B variantı. Daha sonra 28-ə baxırıq ki, burada D artiklı var. Deməli, üstünlük lazımdır. Talkative gedir, very gedir, much çıxır. Burada more-da gedir, çünki müqayisədir. Qalır nə? B variantı. 29-da isə görürük ki, burada deməli, B variantında əzəz olduqda adi dərəcə olmalıdır. R çıxır. Bu müqayisəni göstərir. Burada dən var. Deməli, bu nə olmalıdır? Müqayisə olmalıdır. Burada cleverer şəklində olmalıydı. Yəni, biz bunu R artırmalıydıq. Burada D variantı çıxır. Daha sonra isə burada yenə zəm var, amma müqayisə dərəcəsində verilməyib. Çünki bu sözün elə özü belədir. Yəni, biz buna deməli, nə etməliyik? Müqayisə dərəcəsində verməliydik. Cleverer şəklində olmalıdır. Daha sonra isə A-yə baxırıq ki, burada ist olmaz. Çünki əzəzdən nə işlənir burada? Deməli, adi dərəcə olmalıdır. Ona görə 29-da bizim doğru cavabımız A variantı olur. Daha sonra isə 30-da baxırıq ki, burada əzəz işlənib. Deməli, adi dərəcə olmalıdır. Ona görə cavabımız B variantı olur. 31-də isə yenə əzəz işlənib. Deməli, D variantı adi dərəcədədir. Ona görə bizim doğru cavabımızdır. 32-də isə yenə görürük ki, burada zəm müqayisə var. Deməli, müqayisə ilə olan iki variantımız var. B və Y variantları. Y-də isə həm R, həm də ki, more ola bilməz. Ona görə B doğru cavabdır. 33-də isə yenə burada görürük ki, zəm müqayisədir. Burada deməli, müqayisə olan həm C var, həm Y var. Görürük ki, burada həm R, həm more olmaz. Ona görə C doğru cavabdır. 34-də isə görürük ki, burada veri var, yəni adi dərəcə olmalıdır. Ona görə isə də cavab D variantıdır. 35-də deməli, əzəz var, adi dərəcə olmalıdır. C doğru cavabımızdır. 36-da bizdən sifəti istəyir. Deməli, city şəhərdir, car maşındır, different fərqlidir. Deyək ki, fərqli necə? Doğru cavabımız C-dir. Y-də village kənd, sofa isə deməli, divandır. Ona görə doğru cavabımız C-dir. 37-də isə burada zən müqayisə istəyir. Yenə deməli, burada bədin dəyişməsi bu şəkildə olur. Bad, worse və deməli D worst. Yəni, bəzi sözlər var ki, onlar R və yaxud da ki, is-dən ya da ki, more və most-dan düzəlmir. Onlar qaydasız sifətlərdir və burada da ki, deməli, nə olur? Worse olur. Çünki worse üstünlükdür. Həm more, həm worse olmaz. Çünki worse avtomatik olaraq özü yenə dəyişir. Bəd adi deməli dərəcədədir. Worse da üstünlükdür. Çıxır. Daha sonra 38-də deməli, əgər burada one of varsa, biz üstünlük dərəcəsini götürməliyik. Ona görə də deməli D doğru cavabdır. 39-da yenə burada
One of var. One of varsa deməli burada üstünlük dərəcəsi olmalıdır. Ona görə Y variantı olur. 40-da isə görürük ki, burada zən müqayisə dərəcəsi var. Müqayisə dərəcəsini göstərən burada S doğrudur. Y-də deməli həm more, həm R olmaz. Burada da match müqayisə dərəcəsinə işlənir. Burada isə R olmalı idi. Daha sonra isə 41-də görürük ki, burada so işlənib. Deməli adi dərəcə olmalıdır və A variantı doğrudur. 47-də isə yenə as var, adi dərəcə olmalıdır, ona görə cold doğrudur. As yenə adi dərəcəni tələb edir, ona görə cheap doğru cavabdır. 44-də isə yenə burada as var, adi dərəcədir. Ona görə cavabımız Y variantı olur. 45-də isə zən müqayisə dərəcəsidir. Müqayisə dərəcəsi də deməli burada A variantı bizim doğru cavabımızdır. Burada məsələn much more olmalıdır, çünki much tək işlənə bilməz. Ondan sonra müqayisə dərəcəsi lazımdır. Interesting adi dərəcədir. Most üstünlüyü göstərir. Yenə Y-də eglisi. 46-da isə deyir ki, I think you can cook cake. Burada deməli cake işlənib. Gör ki, more və R olmaz. Bu çıxır. Daha sonra isə burada taste, sonra y ilə bitirdiyə bu mostun düzəlməzdir, yəni ist olardı. Burada A variantı gedir. C-də isə həm most, həm də ki, yəni ist E ilə işlənməz, ona görə D doğru cavabdır. 47-də görür ki, one of işlənib, deməli üstünlük dərəcəsi lazımdır. Ana atırıq çünki burada most yoxdur. C müqayisəni göstərir, Y doğru cavabdır. B-də isə D artikli yoxdur. D-də isə deməli burada the best ya ayrı işlənməlidir, ya da ki, nə olmalıdır? The most diligent şəklində işlənməlidir. Çünki burada üstünlük göstərən nədir? Mostdur, yəni best deyil. 48-də isə deməli burada görürük ki, of işlənib, yəni of-da Y. Ona görə bizdə nə işlənməlidir? Üstünlük dərəcəsi olmalıdır. Burada deməli baxırıq ki, B variantı doğru cavabımızdır. Burada cold tək hecalı olduğu üçün most olmaz çıxır. Burada deməli R-də yəni atırıq. Yəni ada isə deməli burada həmçinin baxa bilərik ki, season sayılandır və biz onu mütləq ki, artikldan işlətməliyik. Məsələn, A-da, D-də, C-də deməli bizdə nədir? Artikl yoxdur. Həm də bununla da yəni başa düşmüyorlar. Yəni əgər ki, göstəricini unutsaq, bu zaman artikl məsələsində baxa bilərik ki, bu sayılan təkdir. Daha sonra isə 49-a baxırıq ki, burada deməli görürük ki, burada B-də həm more, həm R olmaz, bunu atırıq. Match bu şəkildə olmaz, çünki buna biz R artırmalıyıq, yəni müqayisə dərəcəsində olmalıdır. Most deməli most clever bu. Clever-də bunun müqayisəsi deməli is-dən düzəlir. Yəni bununla yanaşı isə görürük ki, burada E var, amma bu most deməli D artiklından istifadə olunur, artikl yəni kimi isə bizim deməli doğru cavabımızdır. Y-də isə deməli where-dən sonra adi dərəcədə olan sifət gəlməlidir. Ona görə R-i də atırıq. 50-də isə baxırıq ki, burada play sözü sayılan sözdür. Deməli bizə artikl lazımdır. Adı artikl yoxdur, çıxır. B-də deməli yenə artikl yoxdur, yəni bu gedir. Həmçinin matchdan sonra müqayisə dərəcəsi lazımdır, bu da gedir. C-də the best beautiful ola bilməz. Burada most beautiful olmalıydı, ona görə C-də gedir. D variantı doğru cavabımızdır. Y-də isə deməli artikl işlənməyib, a beautiful place olmalıdır. Buna yanaşı isə bilə bilərik ki, you have ever şəklində olduqda bu üstünlük dərəcəsini tələb edir. 51-də isə burada so as varsa, deməli bizə adi dərəcə lazımdır. A variantı doğrudur. 52-də isə burada deməli görürük ki, of işlənib, of the week. Deməli həftənin mesajı, ən maraqlı mesajı. Deməli burada Y variantı bizdə doğru olur. Çünki bu üstünlük tələb edir, yəni ofla olan ifadələr. Bununla yanaşı isə yəni message sayılan tək olduğu üçün bizə artikl lazımdır. Məsələn, A-da, C-də, B-də və yaxud da ki, D-də artikl yoxdur. O baxımdan da çıxa bilərik. 53-də isə deməli burada müqayisə lazımdır. Deməli A-da müqayisə ilə bağlı heç bir şey yoxdur, B-də də yoxdur. C-də deməli burada R işlənməli idi. Yəni match müqayisəsiz işlənə bilməz. Y-də isə bizə nə lazımdır? Müqayisə lazımdır. Burada üstünlük verir. Burada çıxır, qalır D variantı. 54-də deməli burada görürük ki, cümlədə zən işlənib müqayisədir. Deməli best atırıq. Çünki good sözdə həmçinin bizdə qaydasız sifətdir. Good, better və olur nə? The best. Və biz deməli bunu götürməliyik ikincini. Burada nə olur? Y variantı. Qalanlarda isə A variantı adi dərəcədir, B-də də,
S deməli üstünlük dərəcəsidir. D də yəni eyni qayda ilə də çıxır. Daha sonra isə 55-də əzəz deməli adi dərəcəni istəyir. Ona görə də Y variantı olur. 56 deməli zən müqayisə dərəcəsini istəyir. Most üstünlük dərəcəsinin göstəricidir. Is də həmçinin həm mor, həm er olmaz. 4-də adi dərəcədə qalır B variantı. 57-də burada görürük ki, i ilə olanda üstünlük dərəcəsi olurdu. Burada deməli moru atırıq müqayisədə. Colorful adi dərəcədədir. Həmçinin deməli burada A-nın D artikli yoxdur və A-da gedir. 7 isə maçdan sonra müqayisə dərəcəsi olmalıdır. Yəni much more colorful olmalı. Qalır C variantı. Bunun yanaşı isə parrot, yəni sayılan tək isimlidir. Yəni biz bunu artiklə nəşr etməliyik. Amma C-dən başqa digər variantlarda artikl olmadığı üçün biz bunu atırıq. 58-də isə baxırıq ki, burada deməli I expected. Burada görürük ki, more difficult, most difficult, much difficult, as difficult. Deməli, D-də məsələn bu as difficult tək ola bilməz. Burada as ola bilərdi. Bu gedir və ya bu şəkildə olur. A-da deməli more difficult. Degizin was not I expected, so difficult. Daha sonra isə deməli most difficult de most olmalıydı. Maçdan sonra isə deməli more işlənməliydi. Bu da gedir. Qalır deməli bizdə A və B variantları. Burada isə deyir ki, imtahan mənim gözlədiyim kimi çətin deyildi. Ona görə də bizdə deməli nə olur? B variantı olur. Həmçinin burada A əslində qrammatik cəhətdən yəni demək olar ki, səhv deyil, amma ki, məna cəhətdən tam uyğun deyil. Çünki belə daha uyğundur ki, imtahan mənim gözlədiyim kimi çətin deyildi. Bu daha uyğundur. A-da isə deyir ki, imtahan mənim gözlədiyimdən daha çətin deyildi. Bu biraz uyğunsuzluq yaradır. 59-da isə deməli yenə baxırıq ki, burada was not difficult, I calculated so profitable as the most profitable. Burada da yenə biz əsasən deməli not olanda yəni görmüşdük ki, yəni biz so as bunu daha çox istifadə edirdik. Yəni burada A-nın məsələn D artikli yoxdur, gedir. B, D, Y, həmçinin C, yəni bunlar da qrammatik baxımından yəni doğrudur. Amma biz burada not so as ifadəsini yəni daha çox istifadə edirik. Həmçinin məna cəhətdən də daha uyğundur. Ki, baxır ki, the project was not so profitable as I calculated. Yəni layihə mənim hesabladığım kimi faydalı, gəlirli deyildi. İsə daha uyğundur. Amma digərlərində isə məna cəhətdən uyğun gəlmir. 60-da isə burada one of varsa üstünlük olmalıdır. More müqayisədir. Mostun deməli də artikli yoxdur. C-də müqayisədir. D-də müqayisədir. Qalır nə? Y variantı. Daha sonra isə 61-ə baxırıq ki, one of yenə üstünlük dərəcəsidir. Burada deməli mostun D artikli yoxdur. B doğru cavabdır. More deməli səhvdir. More da həmçinin səhvdir. Çünki bunlar müqayisəni göstərir. Y-də eynisi qalır B variantı. 62-də isə a little müqayisə dərəcəsini göstərir. Deməli A doğrudur. B-də deməli ist var. Burada ist var. Burada çıxır. Burada həm more həm er olmaz. Most isə üstünlükdür. Qalır A variantı. 63-də deməli bizdə burada nə lazımdır? Adi dərəcə. Deməli B-də er atırıq. İstə atırıq. Burada sizə müqayisə var. Deməli, C-də həm more, həm er olmaz gedir. Most və ist bunlar nəyə göstərir? Üstünlük qalır A variantı. 64-də isə yenə burada veri var. Bu vergülə qədər deməli biz nə etməliyik? Adi dərəcəni götürməliyik. Burada er var, ist var çıxır. İkinci tərəfdə sizə müqayisə var. Deməli, həm more, həm er olmaz gedir. Burada isə mostdan ist gedir. Qalır C variantı. 65-də isə deməli, burada baxırıq ki, ikinci tərəfdə nə varsa müqayisə var. Deməli, burada interesting gedir adi dərəcədədir, B-də eynisidir, D-də, Y-də eynisi, qalır C variantı. 66-da yenə ikinci tərəfdə zəm müqayisə işlənib. Deməli, biz burada müqayisə taparıq. Long adi dərəcədə, ist üstünlükdür, long adidir. Burada həm more, həm er olmur, qalır C variantı. 67-də burada deməli, biz burada I have ever bununla başlasaq, deməli üstünlük tapmalıyıq. O da olur B variantı. Həmçinin burada one-la biz artikli işlətməliyik mütləq ki, məsələn, A-da, C-də, D-də, Y-də yoxdur. Bu gedir.
Daha sonra deməli burada article var. Deməli ist olmaz, ist olmaz. Bunlar üstünsə bunlardan D artikli işlənməlidir. D artikli bunlar gedir. Daha sonra isə deməli digər variantlar qalır. İkinci tərəfə isə baxırıq ki, burada a little var. Yenə bizə müqayisə lazımdır. Burada long tək hecalı olduğu üçün more olmaz gedir. Ist üstünlükdür, qalır C variantı. 69-da isə deməli burada to adi dərəcəni göstərir. Ona görə isti, eri atırıq, gedir bunlar. Daha sonra isə ikinci tərəfə baxırıq ki, more difficult, most difficult. Burada ask students, burada once. Yəni once dedikdə burada suallar nəzərdə tutulur. Çünki birinci səhvdə yenə suallardan danışılır. Və burada biz deməli nə etməliydik? D artiklini işlətməliydik. Yenə də ataraq qalır B variantı. 70-də isə yenə burada to işlənib. Deməli, bu adi dərəcədə tələb edir. Er bunları atırıq. Yenə burada kitablardan danışır və burada once dedikdə də deməli, yeni kitablar nəzərdə tutulur. Və biz burada nə etməliyik? D artikli işlətməliyik. Ona görə yenə də atıraq qalır C variantı. 71-də. Deməli, burada as varsa, biz burada adi dərəcə işlətməliyik. A çıxır. Deməli, burada müqayisə dərəcəsinin göstəricisi varsa, more beautiful olmalıdır. Bu da çıxır. C-də isə deməli, hər şey qaydasındadır. D-də isə burada as var, amma digər tərəfdəki as yazılmayıb. Burada isə yenə as işlənibsə, deməli, most olmaz çıxır. 72-də isə burada of all varsa, bu üstünlük dərəcəsi olmalıdır. O da olur, elə A variantı. B müqayisədir. D variantı deməli, adi dərəcədir, C-də də eynisidir. 7 isə maçdan sonra more olmalıdır. Bu ümumiyyətcə səhvdir. Bizim ümumiyyətcə nə lazımdır? Üstünlük dərəcəsi. 73-də isə deməli of all varsa üstünlük dərəcəsi lazımdır. O da olur D variantı. 74-də deməli burada müqayisə dərəcəsi var və burada good sözünün müqayisə dərəcəsi necə olur? Bu good, better və deməli nə olur? D best. Çünki bəzi sözlər deməli kökündən yeni dəyişir. Yəni biz onları bir şəkildə artırmırıq. O da bizim cavabımız A variantı olur. D-də isə həm more, həm də ki better olmaz. Çünki onsuz da özü kökündən dəyişib şəkilcə ehtiyac yoxdur. Daha sonra deməli burada Y variantda həmçinin müqayisədir, amma burada isim olmadığı üçün biz artikl işlədə bilmərik çıxır. 75-də deməli baxırıq ki, so-dan sonra adi dərəcə olmalıdır. Bu gedir. Burada da isə görürük ki, burada zəm müqayisə var. Ona görə burada bu müqayisə dərəcəsində olmalıydı. D variantı doğrudur. Burada isə hotter olmalıydı. Müqayisədə verilməyib. Burada isə hot tək hecalı olduğu üçün yenə more-dan yox, R-lə düzəlməli gedir. Qalır D variantı. 76 müqayisədir. Deməli, burada many olmaz. Burada məsələn much olardı. A variantı çıxır. Deməli, daha sonra isə baxırıq ki, stay sözü qalmaq, yəni burada məsələn sağlam qalmaq, gözəl qalmaq bu mənadadır. Yəni deməli biz bundan sonra sifət işlətməliyik. Məsələn, yerdə bu zərfdə çıxır, belə də həmçinin eynisi çıxır. İndi isə biz burada mənasına baxmalıyıq ki, we eat less ya da ki few, yəni də ki daha az ya da ki məsələn çox az mənasıdır. Then we used to because you are trying to stay healthy. Yəni orada deyir ki, biz sağlam qalmağa çalışırıq. Demək, biz sağlam qalmağa çalışırıqsa daha az yeyirik. Ona görə də olur nə? C. Daha sonra isə deməli burada baxırıq ki 77. Həmçinin 76-da fiyonun demək olar ki müqayisə dərəcəsi yəni yoxdur. Ya many much ya da ki deməli little bunların müqayisə dərəcəsi olur. 77-də isə baxır ki burada zəm müqayisə var. Ya bizdə yəni nədir? B, C, D variantlardır. L də müqayisə dərəcəsinin işlənmə çıxar. Burada isə həm more, həm R olmaz. Bu da gelir, qalır D variantı. Daha sonra isə 78-dir. Burada müqayisə dərəcəsi var. Cavabımız deməli A da ola bilər, B, C, Y və D. Hamısı doğrudur. Sadəcə ki mənasına baxmalıyıq. Deyir ki Mike is 16, but Kate is 13. Deyir ki Mike 16 yaşındadır, Kate isə 13. So Kate is 3 years than Mike. Deməli Kate bizi birinci, daha doğrusu ikincidir. Deməli Kate deyir ki nədir? Mike'dan 3 yaş balacadır. Yəni younger, cavandır. Ona görə cavabımız D variantı olur. Daha sonra isə 79-da deməli burada yerik əvəzi var. Yerik əvəzindən sonra ümumiyyətcə artikl işlənmir.
Burada isə baxırıq ki, mostdan, yəni ist olması çıxır. Yəni burada busy 2 hecalıdır. Burada moredan düzəlməzdir, yəni er olardı. Daha sonra D-ni saxlaya bilərik isə olmaz. Çünki burada yəni bir tərəf yəni yoxdur. Həmçinin yəni yerlik əvəzindən sonra da yəni bu formada yəni demək olar ki, işlənmir. Həm də ki, mostla da er ümumiyyətcə əlaqəsiz qalır, elə D variantı. 80-də isə baxırıq ki, burada zəm müqayisə dərəcəsi var. Burada little atırıq, çünki burada necə olur? Little, less və deməli least. Burada daha doğrusu the least olur. Burada isə görürük ki, little-lə də adi dərəcələri. Bizə nə lazımdır? Müqayisə dərəcəsi lazımdır. Və burada isə ikinci tərəfdə baxırıq nəyə? Burada the most expensive olmalıydı. Bunun D artiklı yoxdur. A-nı atırıq, B-ni saxlayırıq. C-ni də hələ ki yenə saxlayırıq. D-ni də deməli. Burada mənasına baxsa, I spent money than you because the clothes which I bought were not. Deməli, burada mənasına baxa bilərik. B deyir ki, mən deyir ki, səndən daha az pul xərclədim. Çünki deyir ki, mənim aldığım paltarlar səninkilər kimidir, baha deyildi. Deməli, B doğru cavabdır. C-də isə deyir ki, mən səndən deyir ki, daha çox pul xərclədim. Çünki deyir, mənim aldıqlarım sənin aldıqlarından daha baha deyildi. Və burada mənə uyğun gəlmir. Deməli, yəni əgər o daha çox pul xərcləyibsə, deməli, ondan daha bahadır. Amma burada nədir? İnkarata deyir ki, ondan daha baha deyildi. Daha sonra isə deməli deyə baxaq. Deyir ki, mən səndən deyir, daha az pul xərclədim. Çünki deyir ki, mənim aldıqlarım sənin aldıqların kimi deməli deyir, baha deyildi. Amma ki, burada baxırıq ki, B uyğundur. Çünki yəni fewer daha az, daha doğrusu burada daha az dedikdə less daha uyğun gəlir. Həmçinin burada money nədir? Yəni sayılmadı. Ona görə biz fewer işlədə bilmərik. Daha sonra isə 81-də. 81-də isə burada görürük ki, nədir? Bookdur, sayılan təqsimdə. Bizə artikel lazımdır. Məsələn, B-də artikel yoxdur, çıxır. Deməli, C-də yenə artikel yoxdur, gedir. 7 isə bu yarım çıxdı. Yəni, burada as şəklində olmalıdır. Bu da gedir. Mostdan da yenə E artikel olmaz, qalır A variantı. 82-də isə burada sifətləri istəyir. Deməli, adı deyir ki, poor, kasıb, yəni yazıq. Daha sonra isə bu sifətdir. Love isə sevgi isimdir, bu gedir. Belə deməli, patience və difference bunlar fərqdir. Həmçinin bunlar ends-dən deyən bilmiyorlar ki, isimdir. Reality, bu da yəni deməli isimdir, reallıq. Daha sonra isə burada phonetics, X şəkilçisi var. Burada ismi göstərir, yəni fonetika. Daha sonra isə Y qalır, deyir ki, nice, gözəl, qəşəng. Ancient isə qədim. 83-də isə deməli yenə sifətlər istəyir. Reply cavab verməkdə, cavabdır bu. Sifət deyir gedir. Safety təhlükəsizlikdir. Yəni bu da sifət deyir gedir. Daha sonra isə hardship çətinlikdir. Burada ship şəkilçisi var. Bu da gedir. Quality isə keyfiyyət deməkdir. Bu da isimdə qalır nə? Y. Normal, normal. Lovely isə sevimli. Yəni xoşa gələn. Yenə 84-də deməli Queen kraliçadır, isimli gedir. King yenə kraldır, isimli gedir. Wealth var-dövlət, sərvətdir, yəni isimli gedir. Humanity insanlıqdır. Bu da isimli gedir. Qalır B variantı. Yəni healthy sağlam, rare isə nadirdir. Burada isə əzəz var. Deməli adi dərəcədə olmalıdır. Bu da qalır nə? A variantı. 86-da isə burada baxırıq ki, lectures'dır. Maçdan sonra yəni burada more işlənməlidir. Çünki bizə maçdan sonra müqayisə dərəcəsi lazımdır. Burada is görür ki, nədir? Cəmdədir. Buna görə də biz ən artiklini atırıq. Daha sonra isə D-ni də yəni həmçinin saxlayırıq. Yeni də burada artikla görə atırıq. Burada isə deməli samdan sonra biz artikel işlətmirik. Ona görə B-ni də atırıq. Yerdə isə qalır nə? D variantı. 87-də. Burada advice sözü sayılmayandır. Ona görə biz artikelləri atırıq. B-ni də atırıq. Deməli 7 isə burada maçdan sonra nə işlənməlidir? More işlənməlidir. Çünki maçdan sonra bizə müqayisə lazımdır. Ona görə bizim doğru cavabımız D variantıdır. 88 isə burada baxırıq ki, nədir?
Burada veridirsə, deməli bizə adi dərəcədə olan sifət lazımdır. Ona görə də C bizim doğru cavabımızdır. 89-da isə deməli in the world bu üstünlük dərəcəsi tələb edir. Üstünlük dərəcəsi olan isə deməli B, D, Y variantlarıdır. Burada B-də bunun D artiklı çatışmır. Bu gedir. Y qalır və D qalır və burada həm most, həm ist olmaz. Ona görə bizim doğru cavabımız Y variantıdır. 90-da isə burada deməli D artiklı var. Deməli üstünlük istifadə edəcəyik. B-ni atırıq. Y deməli burada nədir? Tək hecalıdır, most olmaz. Mor müqayisəni göstərir. Burada isə həm most, həm ist olmaz. Qalır A variantı. 91-də isə deməli burada biggest'in D artiklı yoxdur. Bu gedir. Daha sonra isə deməli burada mordan er olmaz, azdən də er olmaz, yəni mostdan da ist olmaz. Qalır elə A variantı. Daha sonra isə 92-də. Burada mordan məsələn er olmaz gedir, mostdan ist olmaz gedir. Daha sonra əzin bir tərəfi yoxdur, əzəz olmalı idi. Daha sonra isə mostdan da er işlənməz, qalır A variantı. 93. Deməli burada D artiklı işlənib, üstünlük dərəcəsi lazımdır. A variantı adi dərəcədir. C deməli müqayisədir, B adi dərəcədir. D-də isə bu yəni üstünlük göstərmir, qalır Y variantı. 94-də isə deməli burada in varsa üstünlük olmalıdır. Məsələn, mostdan ist olmaz gedir. Burada easy. Burada deməli istdən düzəlməli idi. Most olmaz gedir. Mor müqayisəni göstərir. Mor müqayisəni göstərir. Qalır Y variantı. 95-də görür ki, əzəz işlənib. Deməli adi dərəcə olmalıdır. B doğru cavabımızdır. 96-da burada in üstünlüyü göstərir. Bundan savayı isə burada person sayılan təklidi artikl olmalıdır. Burada isə deməli Y-dən başqa heç birinə artikl yoxdur. Elə doğru cavabımız da Y-dir. 97-də deməli sən burada müqayisədir. Müqayisə isə deməli B-ni atırıq. A-da deməli burada nə işlənməlidir? Mor işlənməlidir. Çünki match müqayisəsiz olmaz. İsə üstünlükdür. Burada veri adi dərəcədə qalır D variantı. 98-də deməli burada zəm müqayisədir. Deməli B-ni atırıq, A-nı atırıq, C-ni atırıq. Maçdan sonra isə burada mor işlənməli idi. Qalır D variantı. 99-da deməli əzəz varsa adi dərəcə olmalıdır. B doğru cavabımızdır. 100-də deməli əzəz varsa adi olmalıdır. O da olur C variantı doğrudur. Burada sizdən müqayisədir. Deməli B adi dərəcədir. D-də eynisidir. Y-də deməli bu üstünlükdür. A-da da üstünlükdür. Qalır C. Sonra deməli, burada baxırıq ki, 102-yə. Burada zən müqayisə dərəcəsidir. Burada həm mor, həm er olmaz. Burada isə cheap, tək hecalı deyil, mordan olmaz. Cheap üstünlükdür. C-də həmçinin B doğru cavabdır. 103-də isə burada of all üstünlük dərəcəsidir. Burada deməli A-nı atırıq. C-nin D artiklı yoxdur. B müqayisədir. Match yenə müqayisəni göstərir. Qalır Y variantı. 104-də deməli veri işlənibsə adi dərəcə olmalıdır. A variantı doğrudur. 105-də isə I have ever üstünlükdür. Deməli burada B olmaz. D artiklı yoxdur. Həmçinin yenə easy burada is-dən düzəlməli idi. Er müqayisədir. Easy adi dərəcədir. Həm mor, həm er olmaz. Qalır A variantı. 106-da isə burada I have üstünlükdür. Həmçinin hədd sayılan tək isimli artikl olmalıdır. Burada məsələn C-də, B-də A-da D-də heç birində artikl yoxdur. Həmçinin have ever olduqda isə bu üstünlük tələb edir. Olur Y variantı. 107-də isə of all var. Burada üstünlük olmalıdır. Məsələn, bu mor müqayisədir. Daha sonra deməli A adi dərəcədir. D müqayisədir. Mostdan da ist olmaz. Qalır B variantı. 108-də isə deməli bu among üstünlüyü göstərir. Həmçinin mordan er olmaz. Daha sonra isə burada calm tək hecalı deyil, mostdan düzəlməz. Calm-dən D artiklı yoxdur. D-ni də atırıq. Mostdan da ist olmaz. Elə qalır C variantı. 109-da isə burada nə var? Among var. Üstünlükdür. Həmçinin girl sözü sayılan tək D artiklı olmalıdır. Məsələn, B-də artiklı yoxdur. D-də mostdan ist olmaz. Burada deməli C-də artiklı yoxdur. Y-də yoxdur. Qalır A variantı. 110-da isə burada zəm müqayisədir. A adi dərəcədir. Daha sonra C üstünlükdür. D üstünlükdür. Matchdan sonra isə deməli burada mor işlənməlidir. Much more comfortable. Çünki match tək olmaz. Qalır B variantı. 111-də deməli burada in işlənib. Üstünlük olmalıdır. Həmçinin mənsə sayılan təkliyə artiklan işlənməlidir. Bizdə artiklı yoxdur. Bizdə yoxdur. Mordan da er olmaz. Mostdan da ist olmaz. Qalır D variantı.
112-də isə deməli of all üstünlük dərəcəsi tələb edir. Burada A müqayisənin göstəricisidir, C həmçinin, B-də yenə müqayisədir, Most'da ist olmaz, qalır Y variantı. 13-də deməli burada girl sayılan təkdir, həmçinin bu bizdən üstünlük tələb edir. Məsələn, bu sayılan təkdir isə C-də, Y-də, D-də, A-da artikel yoxdur, qalır elə B üstünlük dərəcəsi. 14-də isə burada zəm müqayisədir. Deməli, baxırıq nə? Little olmaz, çünki bu adi dərəcədir. Çünki burada necə olur? Little, less və the least. Bunlar. Deməli, biz burada yeni atırıq. Həmçinin burada time nədir? Sayılmayadır. Ona görə fewer olmaz. Bunu atırıq. İkinci tərəfdə isə baxırıq nə? Burada daha çox tərcümə cəhətdən olacaq. Deyir ki, I spent time than you because the problem that I solved wasn't. Məsələn, baxaq. Deyir ki, məsələn, deyir ki, daha az vaxt sərf edirdim. Çünki deyir ki, mənim həll etdiyim problem səninki kimi çətin deyildi. Ona görə olur nə? B variantı. Həmçinin burada digərləri isə məna cəhətdən yəni uyğun deyil. Yəni deyir ki, məsələn, B-də C-yə baxaq. Deyir ki, məsələn, deyir, daha çox deyir ki, vaxt sərf etdim. Çünki mənim etdiyim yəni problem səninkindən daha çətin deyildi. Deməli, səninkindən daha çətin deyilsə, mən orada yəni more yox, less istifadə edərdim ki, daha az vaxtım gedir. Yəni, burada mənaya baxırıq. 115-də isə burada deməli, very işlənibsə, bizə adi dərəcə lazımdır. O da olur nə? Y variantı. Daha sonra isə 116-ya baxırıq. Burada of ümumiyyət üstünlük dərəcəsi olacaq. Burada da görürük ki, artikel yoxdur. C-də deməli, burada matchdan sonra more olmalıdır. Bu da səhvdir. D-də deməli, adi dərəcədə çıxır. Y-də isə yenə bu müqayisədə gedir. Qalır B variantı. 117-də deməli, burada have, ever, bu üstünlük dərəcəsi tələb edir. O da olur nə? B variantı. 118-də isə yenə had, ever-də üstünlük olmalıdır. Burada olur nə? D variantı. Daha sonra isə 19-da one of var. Deməli, üstünlük dərəcəsi olmalıdır. Burada da baxırıq ki, nədir? B variantıdır. Qalanlar isə yəni ya müqayisədir, ya adi dərəcədə çıxır. Daha sonra isə bizdən sifətlər istəyir. Məsələn, trouble, problemdir, gedir. Daha sonra isə deməli, obstacle maneədir, gedir. Daha sonra deməli burada fascinating nutrient. Nutrient elə bizdə necə deyim, qidalanma mənasındadır. Ona görə o da həmçinin bizdə nədir? İsimdir. Daha sonra isə glory. Glory, yəni səhv etmirəmsə, parlaqlıq olmalıdır. Bu da gedir, qalır elə bizdə nə? Y variantı. Həmçinin burada able şəklisi var, burada da id şəklisi var. Bunlardan da başa düşmüyor ki, bunlar nədir? Sifətdir. Daha sonra isə 121-də baxır ki, burada very işlənib, adi dərəcə olmalı, o da olur D variantı. 22-də isə yenə burada very var, deməli adi dərəcə olmalı, olur D variantı. 23-də isə burada I have never eaten, bu şəkildə yəni indiki bitmiş zaman var. Buradakı nəyə göstərir? Üstünlük dərəcəsi olmalı, amma burada onu soruşmur. Burada bizdən deməli ya sifət olmasını, ya da ki zərf olmasını soruşur. Burada isə də ki this meal tastes, yəni də ki bu yemək dadır. Deməli, burada hərəkət yoxdur. Sadəcə elə bu onun dadından, xüsusiyyətdən danışıq. Deməli, normaldır, sifət olmalıdır. Burada da bizim doğru cavabımız C-dir. Həmçinin digərlərinə baxa bilər ki, hər birində nə var? Li var. Bu zərf. Deməli, bunlar nədir? Zərfdir. Amma bizi təbii ki də li-dən olan sifətlər də olduğu üçün biz ona diqqət etməliyik. Yəni, baxmalıyıq ki, burada bizdən sifət istəyir, yoxsa zərf istəyir. Yəni, burada hər zaman li-dən olması doğru olmaya bilər. 24-də isə baxırıq ki, burada nədir? To-dur. To varsa deməli, bizdə adi dərəcə olmalıdır. B-ni, C-ni atırıq, Y-ni də atırıq. Daha sonra isə ikinci tərəfdə zəm müqayisə var. Burada the most üstünlükdür, qalır A variantı. 25-də isə burada I had ever been-dir. Bu üstünlük dərəcəsi olmalıdır. O da olur nə? C və Y variantlar ola bilər. B də ola bilər. Hər biri A-dan başqa hər biri uyğun gəlir. Mənasına baxaq. Deyir ki, everything was well organized. Deyir ki, hər şey yaxşı təşkil olunmuşdu. Ona görə də mənim gördüyüm, yəni ən fantastik, ən yəni yaxşı partidir. C doğrudur. Yəni Y, B, D variantları isə mənfi mənalıdır. O cəhətdən də onları çıxa bilərik. 26-da isə deməli, burada baxaq. Görürük ki, burada nədir? Əzəz var. Bu adi dərəcədə olmalıdır. Moru atırıq, eri atırıq
Qalır burada B və C variantları. Burada isə əgər ki bizdə and varsa, deməli hər iki tərəf adi dərəcə and varsa hər iki tərəf eyni olmalıdır. Məsələn, ikinci səhvdə deməli adi dərəcədirsə, birinci səhvdə olmalıdır, C olur. Çünki match nəyi göstərir? Müqayisəni göstərir. Həmçinin burada match varsa, üstündən sonra müqayisə olmalıdır. Much more professional şəklində məsələn. 27-də isə yəni as var. Deməli adi dərəcə olmalıdır. A variantı doğrudur. 28-də isə and varsa hər iki tərəf eyni olmalıdır və burada zən müqayisə var. Deməli burada birinci tərəfə baxsaq ki, form adi dərəcədə çıxır. C-də deməli ist üstünlükdür gedir. Y-də adi dərəcədə çıxır. Burada isə B-də deməli ikinci tərəfdə bu pleasant müqayisə verilməyib gedir. Qalır burada nə? D variantı. 29-da isə deməli burada yenə and var. Hər iki tərəf eyni olmalıdır. Burada gör ki, üstünlük dərəcəsində amma D artikli yoxdur. Həmçinin burada nə verir? Bizim müqayisə dərəcəsi verir. Daha doğrusu müqayisəni axtarmalıyıq. İst üstünlükdür gedir. Daha sonra Y adi dərəcədə çıxır. B və D variantları qalır. İst üstünlükdür deyə gedir. Qalır D variantı. 30-da isə görür ki, burada one of üstünlük dərəcəsidir. Deməli, hər iki tərəf üstünlük dərəcəsində olmalıdır. Burada great deməli mostdan düzəlməyəcək. Bu gedir. Great adi dərəcədə çıxır. Burada R müqayisədir. More-da müqayisədir. Qalır elə Y variantı. 31-də isə burada gör ki, zəm müqayisədir. Deməli, biz müqayisələri axtarmalıyıq. Məsələn, ist üstünlükdür gedir. Daha sonra isə deməli, burada narrow adi dərəcədə çıxır. Deməli, burada həm də ki, bu O-dan bitirsə, bu more-dan düzəlməz. Bunu da atırıq. Burada isə most üstünlükdür, qalır nə? D variantı. 32-də isə in-lə olanlarda üstünlük dərəcəsi olmalıdır. Həmçinin burada üstünlük dərəcəsini axtarsaq, məsələn, A-da mostdan ist olmaz gedir, qalır elə Y variantı. B-dən sonra da deməli adi dərəcə olmalı çıxır, gedir, qalır Y variantı. 33-də isə deməli sən burada müqayisədir. Matchdan sonra deməli more işlənməlidir, gedir. B-ni saxlayırıq. Burada C-ni atırıq. Çünki burada artikel işlənə bilməz. Artikel işlənməsi üçün isim olmalıdır. D deməli adi dərəcədə çıxır. Y-də isə yəni eyni qayda ilə qalır B variantı. 34-də deməli burada zəm müqayisə tələb edir. Burada C-ni atırıq. Çünki artikel işlənməsi lazım deyil. Həm more, həm er olmaz. C-də niyə artikel olmaz? Çünki burada bizdə isim verilməyib. Yəni artikel nədən işlənir? İsimdən. The youngest üstünlükdür gedir. Very young adi dərəcədə çıxır. Qalır A variantı. 35-də I have ever heard. Bu nədir? Üstünlük dərəcəsi olmalıdır. Burada best olmaz. Yəni burada nə işlənməlidir? Yəni most işlənməlidir. Ona görə ana atırıq. Burada more müqayisədir. Very adi dərəcədədir. Y də adi dərəcədə qalır C. 36-da deməli, burada bax ki, there var, yəlik əvəzinə, ondan sonra artikel işləməz. Burada bunları atırıq və burada bu sözün necə düzəlir? Good, sonra better və deməli nə? The best. Yəni, biz bunu nə edirik? Şəkilcə artırmırıq. Özü kökündən dəyişir. Ona görə yəni most əlavə edə bilmərik. Qalır nə? C variantı. 137-də isə bizdən müqayisə istəyir. B adi dərəcədir. D üstünlükdür. C eynisidir. Burada isə ana ataq. Çünki burada artikel verilməyib. Qalır Y variantı. 38-də deməli, burada zəm müqayisə verilir. Burada dangerous deməli adi dərəcədir. Deməli, most üstünlükdür. So adi dərəcədir. Burada artikel işlətməyimizə ehtiyac yoxdur. Çünki isim verilməyib. Qalır B variantı. 39-da isə hər iki tərəfi eyni olmalıdır. Burada və gör ki, you have ever tried, you have var. Yəni, indiki bitmişdir. Deməli, burada üstünlük olmalıdır. Amma burada görürük ki, bunun göstəricisi yoxdur, gedir. B variantı doğrudur. C-də müqayisədir. Burada yenə bu şəkilçi qəbul etməyib çıxır. Y-də isə deməli, burada müqayisədir. Qalır B variantı. 40-da isə deməli, burada of all varsa, bu üstünlükdür. Deməli, burada B-də D artikli yoxdur. C müqayisədir. Y müqayisədir. D adi dərəcədir. Qalır A variantı. 41-də isə I have ever-də. Bu üstünlükdür. Burada deməli B variantı doğrudur. C-nin deməli D artikli yoxdur. E artiklini işlənməz. A variantı müqayisədir. D isə nədir? Adi dərəcədə işlənib. 42-də deməli burada as işlənibsə, deməli digər tərəfdə as olmalıdır. Bu da olur nə? C variantı. As famous as. Və burada 142-də yenə baxsaq ki, burada deməli
much famous a writer than as an actress. Amma burada 142-də əslində as biz tamamlamalı deyilik. As-də burada as a writer, yəni yazıcı kimi mənasındadır. Yəni burada biz seni işlətməli deyilik. Çünki burada cümləmizdə nə var? Müqayisə var. Müqayisə varsa deməli biz burada baxırıq ki, ana atırıq. Çünki bu müqayisə dərəcəsində verməyib. Bizə burada more lazım idi. Ana atırıq. Sizə də yenə müqayisədə deyil gedir. Yenə də atırıq həmçinin. Çünki yəni biz burada baxsaq ki, S və Y demək ki, eynidir. Yəni əgər az varsa biz bunu S-dən tamamlaya bilərik, Y-dən də. Ona görə ikisini də atırıq. Dediksə bu üstünlüyün göstəricisidir. E artikulası ümumiyyətli səhvdə qalır nə? B variantı. Yəni burada as həmin necə deyim, as orada oxşarlıq göstərmək kimi yox, burada kimi mənasındadır. Yəni deyək ki, she's more famous as a writer than as an actress. Yəni o yazıcı kimi daha məşhurdur, yəni də aktrisa kimi olmaqdan. Daha sonra isə 143-də baxırıq ki, burada deməli nə var? Days'dir. How many days? Burada məsələn adresdən sonra isim gəlməz, S-dən sonra isim gəlməz. And burada deməli təkliyi göstərir. Buradakı yəni ismimiz cəmlədə ona görə götürmürük. Qalır 2, 3, C variantı. Daha sonra isə növbəti bölməyə baxaq. Burada görürük ki, nədir? His car is going as slowly, slow. Deməli, burada baxırıq ki, bizdə nədir? Deyək ki, onun maşını gedir. Deməli, bizə zərf lazımdır. Məsələn, bəli sifətdir, bəli atırıq. Onu götürmürük. Daha sonra isə slow deməli nədir? Yavaş. Yəni bunu da atırıq. Daha sonra isə burada good həmçinin nədir? Sifətli gedir. Burada isə as slowly as şəklində olmalıdır. Qalır nə? Y variantı. Daha sonra isə baxırıq ki, burada nə verilib? Müqayisə verilib. Deməli, A-nı atırıq, B-ni atırıq üstünlükdür. Burada həm mor, həm er olmaz. Mor'dakı üstünlüyü göstərir, qalır D variantı. 3-də isə burada deməli A-nı atırıq. Çünki burada deyək ki, which of you speaks, deyək ki, sizin hansınız danışırsınız? Bu nədir? Hərəkəti göstərir. Deməli, D artikli işlədə bilməliyik. Çünki D artikli ismə məxsusdur. Burada isə biz hərəkətdən, feildən danışırıq. Burada fluently olmalıdır. Çünki hərəkətdən danışırıq. Yəni zərf olmalıdır. Burada fluently olmalıdır. Yəni burada həmçinin qalır nə? C variantı. 4-də isə deməli burada yəni deyir ki, bu heyvanların deyir ki, hansı hərəkət edir? Burada deməli quickly olmalıdır. Deməli biz bunu atırıq. Daha sonra burada D artikli olmaz. Çünki burada hərəkətdən danışırıq. Yəni burada D artikli isə ismə aiddir. Burada more quickly olmalıdır. Burada həmçinin eynisi qalır Y variantı. 5-də isə deməli the box isn't big enough olmalıdır. Çünki burada sifət plus enough olur. Deməli, burada qalanlarında isə elə bil ki, bu göstərilənlərdən sonra sifət işlənir. Amma burada sifət əvvəl gəlibsə, deməli, enough olmalıdır. 6-da da isə yenə eynisidir. Clean enough olmalıdır. Çünki yəni burada yenə deməli, biz nə istifadə edirik? Sifət, üstə gələnsin enough və ya nə edirik? Enough, üstə gələnsin isim. Bu qaydayla olur. Digərlərindən sonra isə biz nə edirik? Sifəti yəni yazırıq. Daha sonra isə 7-də deməli, baxırıq ki, yenə burada sifət işlənib. Əgər ki, sifət varsa, üstə gəlsin olmalıdır? Enough. O da olur B variantı. Çünki qalanlarından sonra biz sifət işlədirik. Amma burada enough'dan əvvəl sifət gəlir. Burada yenə həmçinin eyni istəyəni yox. Daha doğrusu burada enough işlədə bilmərik. Çünki dedik ki, burada sifət plus enough olur. Ona görə biz B-ni götürə bilmirik. Və burada more olmaz. Çünki bu tək hecalı olduğu üçün burada later olmalıdır. Anlatırıq. Burada match olmaz. Çünki bu müqayisədə verilməyib. Və burada baxaq ki, deməli, it is too late to start a new project. Və burada isə yenə more işlədə bilmərik. Çünki tək hecalı olduğu üçün er olmalıdır. Ona görə qalır nə? Y variantı. 9-da isə burada yenə match işlədə bilmərik. Çünki bu müqayisədə verilməyib. More olmaz. Çünki bu necə düzəlir müqayisəsi? Earlier şəklində. Ona görə more da atırıq. A little olmaz. Çünki a little'dan sonra müqayisə gəlməlidir. Burada enough olmaz. Çünki sifət plus enough işlənir. Qalır A variantı. Onda isə deməli burada zən müqayisədir. Burada fast'li olmaz. A-nı atırıq, D-ni atırıq. Burada isə fast tək hecalı olduğu üçün more olmaz. Qalır Y. 11-də isə yenə deməli burada zəm müqayisə dərəcəsidir. B olmaz.
A, D olmaz. A-nı atırıq, Y-ni atırıq və qalır C. 12-də isə burada among üstünlük dərəcəsidir. Burada deməli bizdə də bu necə olur? Well, deməli better və deməli best. Biz burada deməli good sifətli, well zərfdir. Və burada bunun üstünlük dərəcəsində biz D artikli istifadə etmirik. Çünki artikl isimlə istifadə olunur, amma biz burada hərəkətdən danışırıq. Deməli, burada baxırıq ki, üstünlükdürsə worse atırıq. Həmçinin yenə burada worse nədir? Burada tutalım ki, badly, worse və worse şəklində olur. Deməli, worse müqayisədə atırıq. C-də həmçinin müqayisədə atırıq. Burada more well olmaz, çünki o kökündən dəyişir. Good da adi dərəcədə qalır A variantı. 13-də isə deməli burada zəm müqayisə istəyir. More-dan R olmaz gedir. Quick adi dərəcədə çıxır. D-ni saxlayıraq. Where adi dərəcədə most üstünlükdür. Qalır D variantı. 14-də isə yəni burada zəm müqayisədir. Burada deməli D baxır ki, burada clear tək hecalı D more-dan olmaz. Yəni bunu atırıq. Deməli clearly bunu saxlayaq. C-də deməli burada clear olmaz. Çünki clearly'dir bu və bunun yenə müqayisəsi more-dan düzəlməlidir. Bunu da atırıq. Yəni Y adi dərəcədədir. Buradakı deməli bu nədir? Üstünlükdədir. Bunu da atırıq. Elə qalır nə? D variantı. 15-də isə baxırıq ki, zəm müqayisə dərəcəsindədir. Ist üstünlükdür. Daha sonra matchdan sonra burada more işlənməlidir. Çünki match tək işlənməz. Most üstünlükdür. Quick adi dərəcədə qalır C variantı. 16-da deməli, sən burada müqayisə işlənib. Burada isə yenə deməli bizə kökündən dəyişən sifətlər verilib. Məsələn, deyirəm ki, well, daha sonra deməli better və həmçinin best. Və bundan savayıdakı deməli badly, məsələn, badly verəmək. Bəsində burada məsələn well-ə baxa bilərik. Good ümumiyyətcə burada nədir? Sifət. Biz burada nədən danışırıq? Zərfdən. Deyək ki, onlar yaxşı çıxış etdilər. Buradakı deməli nədir? Feildən danışırıq biz. Ona görə good iş edə bilmərik. Well ola bilərdi məsələn. Burada well adi dərəcədədir. Bu gedir. Bizim müqayisə lazımdır. Best üstünlükdür. Match bu best üstünlükdür gedir. Qalır Y variantı. 17-də yəni among bizdə üstünlük dərəcəsi istəyir. Burada match olmaz. Bu müqayisənin göstəricisidir. D artikli olmaz. Çünki deyək ki, o danışdı. Ona görə biz D artikli işlətmirik. Çünki biz burada hərəkətdən danışırıq. Artikl isə ismə məxsusdur. Fluently adi dərəcədə more müqayisədə qalır nə? A variantı. 18-də deməli among yenə üstünlük dərəcəsidir. Burada R müqayisədir. Daha sonra more müqayisədir. Match müqayisəni göstərir. Deməli burada neatest. Burada neat olmaz. Çünki neat sifətli. Bizə nə lazım? Sonda li olmalıdır ki, bu nə olsun? Zərf olsun. Yəni, təbii ki, bəzi istisnalar çıxmaqla yenə zərflərin çoxu li ilə düzəlir. Ona görə cavabımız D-dir. 19-da isə deməli deyir ki, atlet deyir ki, hoppandır. Burada deməli bizdə high 2 cür var. Yəni, high var, bir də highly var. Burada deməli more-dan R olmaz, bu gedir. Burada D artikli olmaz, bu ismə aid olan bir şeydir. Burada isə hərəkətdən danışaq. Deyir ki, atlet hoppandı, yəni idmançı. Match olmaz, match more şəklində olmalıdır. Burada isə ya A qalır, ya C qalır. Burada isə deyir ki, o hoppandı. Deməli, nədir? Daha yüksək hoppandı, A olur. Çünki highly yüksək dərəcədə deməkdir. Məsələn, deyə bilərik ki, I highly recommend. Mən yüksək dərəcədə tövsiyə edirəm. Amma yüksək dərəcədə hoppanmaq olmur. Yüksəklikdən hoppanmaq olur. Ona görə də A uyğundur. 20-də isə burada deməli zəm müqayisə dərəcəsidir. Burada slowly adi dərəcədədir. Most müqayisədir. Daha doğrusu most üstünlükdür. Very adi dərəcədir. Burada isə more-dan da R olmaz. Qalır nə? D variantı. Daha sonra isə 21-də. Görürük ki, burada deməli nə var? Compared to everyone else. Impressing the judge, Marina completed the test much efficient. Məsələn, burada much more olardı. Bu gedir. Daha sonra very efficiently, most efficiently olardı. Bu da gedir. Həmçinin burada deməli efficiently və very efficient demək olar ki, yəni eynidir və burada isə nə olur? B variantı olur. Həmçinin burada nədir? Compared to everyone else. Yəni ki, hər kəsin müqayisədə. Hər kəsin müqayisə edildikdə isə biz nəyə başa düşürük? Üstünlük dərəcəsi. Məsələn, nə isə ən yaxşısı və yaxud da ki, nə isə ən pisi. Deməli, yəni burada hər kəsin müqayisə edildiyi üçün də başa düşə bilərik ki, bu nədir? Üstünlük dərəcəsidir. Daha sonra isə deməli
Burada baxaq nəyə? 22-yə. Burada gör ki, zən müqayisədir. Deməli, burada very adi dərəcədədir. Maşın burada deməli mor yoxdur. Burada mordan da er olmaz gedir. Most üstünlükdür. Qalır B variantı. 23-də isə burada zən müqayisədir. Burada rapidly adi dərəcədir. Most üstünlükdür. Very adidir. Most üstünlükdür. Qalır B variantı. 24-də isə burada zən üstünlük tələb edir. Burada deməli baxırıq ki, these flowers look, deyək ki, bunlar deyək ki, görünür. Deməli, bizə burada nə lazımdır? Deyək ki, sifət lazımdır. Çünki bu görünmək mənasındadırsa, biz sifət işlədirik. Və bura gör ki, zəm müqayisədir. Bura good'un da müqayisəsi necə olur? Good, better və deməli, nə olur? The best. Burada nə olur cavabımız? Deməli, better olur C variantı. Daha sonra isə mix testə baxaq ki, burada nə var? Görürük ki, cümləmizdə doesn't inkar varsa, biz deməli burada so, also, to işlədə bilmərik. Daha sonra isə baxırıq ki, burada inkar varsa, yəni ikinci inkar olmaz, qalır burada Y variantı. İkincidə isə görürük ki, yenə inkar var, also, to, so bunlar gedir. İkinci inkar deşəməz, qalır A variantı. Üçdə isə yenə baxırıq ki, deməli burada Mark is coming to the meeting and Linda is coming to olar. Yəni o da həmçinin gəlir. Burada deməli bizim neither işlətməyimizə ehtiyac yoxdur. Yəni B isə həmçinin deməli inkarda işlənir. Burada maş və morun işlənməsi üçün də bir məqam yoxdur. Elə bizə deməli doğru cavabımız A variantı olur. Yəni deyir ki, o da həmçinin gəlir. Daha sonra isə 4-ə baxırıq. Deməli, we are going to the museum and they are also going. Yəni, burada deməli, orta verilibsə, biz olsunu istifadə edirik. Deməli, doğru cavabımız A variantı olur. Daha sonra isə 5-ə baxırıq. 5-də isə deməli, burada inkarlıq varsa, to-nu, also, so bunlar atır. Bir cümlədə 2 inkar olmaz, qalır burada D variantı. Daha sonra isə 6-ya baxırıq. 6-da isə burada baxaq ki, Jeremy's smile was beautiful. Bu doğrudur. To be varsa biz burada deməli nə işlədirik? Sifət işlədirik. Burada isə ikinci deməli T-sin 2 mənası var. Əgər ki biz bunu dadırıqsa, yəni bu hərəkəti biz icra edirsə, deməli bu hərəkət yəni bildirir, yəni mən dadıram. Bu zaman zərf işlədirik. Amma ki burada yəni onun dadından danışırıqsa, bu zaman sifət işlədirik. Yəni su pis daddır. Deməli, burada sifət olmalıdır. Lini atırıq. Üçdə isə deyir ki, qız xoşbəxt görünürdü. Bu doğrudur. Amma desəydim ki, yəni look əgər baxmaq mənasındaysa, bu zaman zərf işlənərdi. Bizim cavabımız 1-3 olur. 4-də isə deyir ki, deməli, burada sivdən sonra nə işlədir? Sifət işlətməli. Amma burada nə işlənir? Li, bu səb. Olur nə? Y variantı. Daha sonra isə 7-yə baxırıq. 7-də isə deməli, 1-də hər şey qaydasındadır. 2-də isə burada deyir ki, Hindistandakı mətbəx, yəni yeməkləri deyir ki, fərqli dadır. Dadır burada nədir? Yəni, sifət işlətməlidir, li gedir. Əgər desəydim ki, mən Hindistan yeməklərini dadıram, yəni yoxluyuram, onda burada zərf işlədə bilərdik. 2G-dir. 3-də isə deyir ki, pişik deyir ki, sağlam görünürdü. Bu doğrudur. Amma burada look, baxmaq mənasında olsaydı, bu zaman deməli zərf işlədərdik. 4-də isə deyir ki, Tom həyəcanlı görünür. Burada isə nədir? Sifət olmalıdır, amma burada zərf verilib gedir. Daha sonra isə burada bizdə ifadələr var ki, məsələn, try hard, daha sonra məsələn, work hard və yaxud da ki, study hard. Burada hard ümumiyyətcə, yəni əzmlə çalışmaqdır. Yəni deyir ki, onun riyaziyyatı yəni, üzərində deyir ki, çox çalışır, yəni əzmlə çalışır. Deməli, biz burada hard götürməliyik. Hard deyilsə, yəni çətinliklə, yəni demək olar ki, yox mənasındadır. Ona görə hardını atırıq. Deməli, o olan variantlar gedir. Burada C və D variantları qalır. Və burada isə deyir ki, o deyir ki, çox çalışırdı. Ona görə deməli, o yaxşı bir qiymət alır. Və cavabımız C olmalıdır. D isə burada daha pis deməkdir. Amma o çalışırsa, deməli, qiyməti daha yaxşı olur. Yəni, daha pis olmur. D-ni atırıq. 9-da isə baxırıq ki, burada came late. 9-da deməli, bizdə late həm sifət kimi işlənir, həm zərf kimi. Ona görə bizdə burada li artırmağa ehtiyac yoxdur. Və burada bunun müqayisəsi later olur. Yəni, more istifadə etməyə ehtiyac yoxdur. Çünki tək hecalıdır. Daha sonra isə lately də olmur. Qalır C və D variantları.
Və burada isə baxırıq ki, yəni T-dir və burada əgər ki isim işləmirsə, bunun üstünlük dərəcəsində D artikli olmalıdır və qalır nə? C variantı. Onda isə deyək ki, o görünürdü. Deməli, burada nədir? Sifət olmalıdır. Li-ni atırıq və deyək ki, o reaksiya verdi. Reaksiya verdi artıq burada hərəkətdir. Deməli, nə olmalıdır? Li işlənməlidir. B-ni atırıq, D-ni atırıq. Qalır burada nə? C və Y variantlardır. Və burada isə deməli, bizim cavabımız C olur. Deyək ki, o xoşbəxt görünürdü. Yəni, daha xoşbəxt görünürdü. Yəni, burada tam uyğun gəlmir. Yəni, adi dərəcədə işlətməyimiz yəni, kifayət edir. Yəni, o xoşbəxt görünürdü və deyək ki, sakitcə deyək ki, reaksiya verdi. Yəni, xəbər işləndi. Olur nə? C. 11-də isə deməli, burada is var. To be isə deməli, nə işlədir? Yəni, sifət olmalıdır. Yəni, deyək ki, oğlan deyək ki, hər zaman xoşbəxtdir. Deməli, burada nədir? Sifət olmalıdır. Li-ni atırıq, Li-ni atırıq. Və deyək ki, o gülümsədi. Deməli, burada nə işləməlidir? Deməli, zərf olmalıdır. Və burada həbbini atırıq. Qalır A və Y variantları. Deyək ki, oğlan hər zaman xoşbəxt idi. Yəni, daha xoşbəxt idi, uyğun gəlmir. Yəni, burada adi dərəcədə işlətməyimiz daha doğrudur. Daha sonra isə deməli 12-yə baxırıq. Deyək ki, qız görünürdü. Deməli, bu nədir? Sifət olmalıdır. Li-ni atırıq. Daha sonra li-ləri atırıq. B və C qalır və deyək ki, o danışdı. Deməli, bu nədir? Hərəkət bildirir. Ona görə bizə zərf lazımdır. Cavabımız da olur C variantı. 13-də isə deyir ki, o çatdı. Ümumiyyətcə, burada late-in tək bir forması var. Yəni, həm sifət kimi də late işlənir, həm zərf kimi də. Ona görə li-ni atırıq, li gedir. Daha sonra isə deyir ki, hamımızı deyir ki, etdi. Yəni, burada made üstəgəlsin obyekt, yəni şəxs, üstəgəlsin sifət işlənir. Yəni, bizi məsələn əsəbi etdi, bizi xoşbəxt etdi. Ona görə biz burada li-ləri atırıq. Elə qalır burada nə? B variantı. 14-də isə deməli, burada dancer isim isə biz zərfləri atırıq və burada B və Y variantlar qalır. İkinci tərəfdə isə deməli, o rəqs edirdi. Burada rəqs edirdi deyildi, nədir? Hərəkət bildirir. Beautiful yox, beautifully olmalıdır. 15-də isə deməli, o görünürdü. Burada nə olmalıdır? Bizə deməli, sifət işlənməlidir. Deməli, burada hamısını atırıq, elə qalır Y variantı. 16-da isə yenə burada to be var. Deməli, nədir ki, manager, məsələn, əsəbi idi, yəni ümumiyyətcə və yaxud da xoşbəxt idi. Burada bizdə nə lazımdır? Sifət lazımdır. C-ni atırıq, məsələn. İkinci səhvdə isə deyir, o danışdı. Deməli, burada danışır deyirsə, bizə nə lazımdır? Yəni, deməli, sifət, daha doğrusu, deməli, biz zərf işlətməliyik. Yəni, çünki biz burada hərəkətdən danışırıq. Ona görə loud atırıq, loud, louder gedir və zərfi götürürük, qalır A variantı. 17-də isə deyir ki, çərpələng deyir ki, uçdu. Deməli, deyir ki, və burada nə olar? Yuxarıya uçdu olar. Və highly olmaz. Çünki highly yüksək dərəcədə deməkdir, high yuxarı deməkdir. Highly-ni deməli biz atırıq, bu gedir. Və geri variantları saxlayırıq və ikinci tərəfdə isə burada nə var? Verb var, deməli to be-dir. Amma burada görür ki, nədir? Excited var, sifət var və burada sifətin qarşısında biz deməli zərf işlədə bilərik. Yəni, deyir ki, yüksək dərəcədə məsələn, həyəcanlı idi, yəni çox həyəcanlı idi. Burada ona görə məsələn, hay atırıq. Burada və B, Y variantları qaldı. Burada isə very işləndiyi üçün biz hay atırıq, qalır B variantı. 18-də isə burada deməli, respect sifəti, sifətin qarşısında isə yəni sifət yox, biz deməli zərf işlətməliyik. Ona görə də B, D variantları qalır. Orada isə deyir ki, o özü haqqında danışırdı. Deməli, burada B və D variantları var. İndi bunun tərcüməsinə baxaq. Deməli, burada deyir ki, o deyir çox hörmət edilən, yüksək dərəcədə hörmət edilendəki alim idi. Hansı ki deyir, özü haqqında deyir ki, ucadan danışırdı. Yəni, yüksək dərəcədən danışırdı, düz deyil. Ucadan danışırdı, daha doğrudur. D variantı olur. 19-da isə deməli, burada deyir ki, deməli, I sat near the window, deyir ki, mən pəncərə yaxın oturdum və burada deyir ki, and dropped my phone out, deyir ki, mən demək olar ki, telefonumu deyir ki, yerə yana saldım. Burada olur near-dir. Burada məsələn, much məsələn, more olardı, yəni bu gedir və burada more nearly, ümumiyyətcə bu məsələn nearly-dir, highly-dir. Bu tipli ifadələrin demək olar ki, müqayisə dərəcəsi olmur. Və near isə burada yaxın deməkdir. Yəni A variantı da D variantı gedir. Burada demək olar ki, mənasına istifadə olunur. 20-də isə baxırıq ki, we were driving very near to the cliff. Deyir ki, biz uçuruma deyir ki, çox deyir ki, yaxın deyir sürürdük. Və deyir ki,
və deməli burada and had an accident. Burada məsələn an atırıq, çünki bunların dedik yəni müqayisəsi və s. olmur. Bunları yəni atırıq və deyir ki, qəzaya deyir ki, çox yaxın idik mənasında olur burada. Yəni D variantı daha uyğundur. Burada da ki, near tək hecalı more than olmaz. Near isə demək olar ki, yəni də qəzaya yəni sahib idik. Bu qəza oldu, yəni bu tam uyğun deyil. Yəni deyək ki, qəzaya deyək ki, çox yaxın idik. Bu daha uyğundur. Çünki həm də birinci səhvdə burada verb var to be. Burada ona görə yəni near işlətməyimiz daha yəni yaxşı olar ki, yəni daha yaxın idik yəni qəzaya. Olur D variantı. 21-də isə deməli buradakı he worked very hard. Deməli hard və hardly var. Yəni hard deməli bizdə çox əzmlə deməkdir. Məsələn, çox çalışmaq və ya da ki, çox cəhd etmək bu şəkildə. Hardly isə deməli bizdə çətinliklə deməkdir. Amma burada deyir ki, o çox çalışdı. Ona görə hardly-ni atırıq, bu gedir. Deməli o layihəni bitirmək üçün çox çalışdı, amma deyir ki, o çətinliklə yatdı. Yəni deməli o nə edib? Yəni çox çalışıb və burada nə var? Very var. Ondan sonra işlənməz bunu atırıq. Deməli C və D variantları qalır və ikinci səhvdə dedik ki, nə işlədirik? O çətin həyatda olur, nə? D variantı. Daha sonra isə baxaq 22-yə. 22 deməli burada the athlete trained hard, yəni deyir ki, o əzmlə yəni deyir ki, məşq etdi. Burada hard olur. Burada deməli lini atırıq. Burada mostdan ist olmaz gedir. Lini də atırıq. A və B variantları qalır. Və burada deyir ki, deməli məşqçi, yəni daha doğrusu idmançı deyir ki, hər gün məşq edirdi. Çox yəni çalışırdı. Və deyir ki, o deməli she could walk hardly. Deməli she could hardly walk after the match. Yəni deyir ki, yarışdan sonra o çətinliklə nə etdi? Deyir ki, yeriyə bildi. Ona görə olur nə? B variantı. 23-də isə deməli burada nə var? İsim var. İsim var, sonra qarşısında nə olmalıdır? Sifət olmalıdır. Qalanlarını deməli biz atırıq. Və burada article isə biz üstünlük işlətməliyik və B, D variantları qalır. İkinci tərəfə isə deyir ki, o danışdı. Deməli burada nə olmalıdır? Zərf olmalıdır. Çünki hərəkət bildirir. Burada thoughtfully olmalıdır. Bu da gedir. 24-də burada talentedin qarşısında məsələn zərf işlənə bilər. Burada isə deməli high atırıq. Yəni burada nə ola bilər? Yüksək dərəcədə, yəni bacarıqlı olmaq və yaxud da demək olar ki, bacarıqlı olmaq, bunları saxlaya bilərik. Və burada and won award last year'dir ki, deməli burada nə ola bilər? Tutalım ki, o yüksək dərəcədə bacarıqlı idi və o demək olar ki, deyir ki, oyunu sonuncu il qazandı. Burada deməli B daha uyğundur. Çünki burada məsələn won var, burada high yüksək deməkdir. Yəni bu uyğun deyil, near yaxındır, bu da uyğun deyil. Burada isə nearly yaxınlardır. Yəni bu tam uyğun deyil, çünki high yüksək dərəcədə deyirik. Yəni yüksək dərəcədə, yəni bacarıqlıdır. Ona görə B-ni götürürük. 25-də isə burada deməli new var. Deməli biz nə işlətmişik? Sifət işlətmişik. Daha sonra isə 25-də yenə burada baxırıq ki, deyir maşın yeni idi. Burada deməli sifət varsa biz burada nəyi götürməliyik? Üstünlük, daha doğrusu sifət varsa deməli zərf götürməliyik. Burada məsələn deməli digərləri də zərfdir əslində. Sadəcə ki, məna cəhətdən yəni uyğun gəlmir, onları atırıq. Yəni burada baxırıq ki, məsələn C və Y variantlardır. Burada deyir ki, maşın demək olar ki, yeni idi və girişə deyir ki, çox yaxın, deyir ki, park etdi. Burada C olur. Amma yüksək dərəcədə də yeni idi, məna cəhətdən uyğun gəlmir. Burada isə deməli incredibly nədir? Burada zərf işlənib. Deməli bizə sifət lazımdır. Burada B-ni atırıq, yeni atırıq. A, C, D variantları qalır. İkinci tərəfdə isə deyir ki, ona görə də biz dırmaşdıq. Deməli, burada birincisi very var, adi dərəcə olmalıdır. Burada maçı atırıq. Bu müqayisənin göstəricisidir. D-də də həmişin eynisidir. Qalır nə? C variantı. 27-də deməli deyir ki, biz çatdıq. Burada late verilib. Deməli bizə late sifət də zərf şəklində eynidir. Ona görə biz burada li əlavə etməyimizə ehtiyac yoxdur. Daha sonra isə məsələn moredan eynən də olmaz. Bu da gedir və deyir ki, onlar
göründü. Daha doğrusu müəllim göründü. Bu nədir? Sifət lazımdır. Çünki burada nədən danışırıq? Onun əlamətinə və yaxud da ki, keyfiyyətindən danışırıq ki, göründü. Necə göründü deyil. Burada sifət lazımdır, zərf yox. Ona görə olur burada nə? B variantı. 28-də isə deyək ki, su deyək ki, dadırdı. Və burada onun əlamətdən danışırıq ki, necə dadırdı. Deməli, bizə sifət lazımdır. Burada will deməli nədir? Zərfdir. Bunu atırıq. A və C variantları qalır. Və deyir ki, o həmişə bişirir. Burada nədir? Hərəkəti göstərir. Nə edir? Bişirir. Deməli, biz quda atırıq, çünki bu sifətdir. Qalır nə? A variantı. 29-da isə deməli deyir ki, bu çay deyir ki, dadır. Deməli, nədir? Dadır. Necə dadır? Burada sifət lazımdır bizə. Burada baxırıq ki, deməli, quiet varsa bizə adi dərəcə lazımdır. Burada moru atırıq. Ümumiyyətcə, bu li nədir? Zərfdir. Bunlar atırıq. B və D variantları qalır. Daha sonra isə deyirik ki, sən onu etdin. Yəni, sən bil ki, məsələn, burada make olanda və yaxud da ki, made olanda üstə gəlirik obyekt. Ondan sonra isə bizim sifətimiz olur və burada ona görə də li-ni də atırıq. 29-da isə daha doğrusu burada deməli o mənada işlənməyib. Çünki burada deyir, nə mənada deyir? Əslində make üstə gəlsin şəxs, üstə gəlsin sifət ola bilər. Amma burada mənada işlənməyib. Burada deyir ki, çay deyir ki, çox acı dadırdı. Çünki sən deyir ki, onu laqeyd, yəni hazırladın. Bu mənada işlənib. Ona görə biz beni götürürük. Yəni, çünki biz deyə bilmərik ki, onu laqeyd etdin və yaxud da ki, veytsiz etdin. Amma burada, məsələn, Kelsin yerinə başqa bir şey olsaydı, məsələn, onun dadından bağlı və s. onda biz işlədə bilərdik. 30-da isə yenə baxırıq ki, burada deməli, deyir, güllər qoxurdu. Burada isə yəni, onun qoxusundan danışığımız üçün heç bir hərəkət yoxdur. Yəni, əlaməti ilə danışırıq. Ona görə də biz burada deməli nə istifadə etməliyik? Sifət istifadə etməliyik. Burada məsələn li-ni atırıq. Çünki bunlar zərfdir. Zərflə nəyə aiddir? Deməli hərəkəti. Bizdə isə heç bir hərəkət yoxdur. Əksinə bizə əlamət lazımdır. B və D variantları olur. İkinci tərəfdə isə deyir ki, and the girl opened the bouquet. Deyir ki, qız deyir ki, buketi açdı diqqətlə. Burada nədən bəhs edir? Onun hərəkətindən. Ona görə olur nə? D variantı. B-ni də atırıq çünki o sifətdir.